Bir dənə sual verək özümüzə. İlahi, nə gördün bizdə? Bizim xalqın arasında, biraz yaşlılar bilər, bizim xalqın arasında Əyyam-ı Fatimiyyə yox idi. Əyyam-ı Fatimiyyə məclisləri yox idi. Yaşlılardan biraz böyüklərdən, elə sizin də yaşınız çatır. Mən qorxmuram belə sözləri deməkdən, ona görə deyəcəm. Bizim xalqın ictimai mədəniyyətində Əyyam-ı Fatimiyyə yox idi, amma Məhərrəm ayı var idi. O qədər ürəklə İmam Hüseynə can yandırdı bu hal ki, Allah bu xalqa bir hal şahin lütf elədi, ictimai Əyyam-ı Fatimiyyə yarattı bu ölkədə. O qədər. Bu xalq İmam Hüseynə əzadarlıq elədi. O qədər Əli Əkbər ağaya, baxın bir dənə klassiklara, Seyid Allah bərəkət versin nəfəsini oxuyur, çox canlandırır onları. Bir dənə baxın klassiklərə, Əli Əkbər ağadan nə qədər yazırlar. O qədər ürək yandırdı bu xalq Əli Əkbər ağaya, Allah bir dənə mərd oğul verdi bu xalqın, cavanlarını xilas eləsin. Bunun nəticəsində olur. Elə deyil. Niyə Həzrət Zəhranın məhəbbəti ürəyimizdə var? Çünki İmam Hüseyin əleyhissalama ürək yandırmışıq. Çünki İmam Hüseynə ürək yandırmağı bacarmışıq. Onun bərəkətidir.